Bugün passive voice-a, yəni məchul növə baxaq. Bundan əvvəl baxaq ki, fe'lin iki növü var. Biri məlum növdür, yəni active voice, digəri isə məchul növ, yəni passive voice-dur. Deməli, baxaq ki, məlum növ və məchul növ arasındakı fərq nədir? Məlum növ odur ki, hərəkətin biz kim tərəfindən icra olunduğunu bilirik və bu bizə məlumdur. Məsələn, deyirəm ki, I always drink water. Mən həmişə su içirəm. Deməli, bu sunu kim içir? Mən. Deməli, burada nədir? Məlumdur. Amma məchul növdə isə, yəni passive voice-da biz hərəkətin ya kim tərəfindən edildiyini bilmirik və yaxud da ki, hərəkətin kim tərəfindən, yəni icra olunduğu məlumdur, amma ki, bu bizim üçün o qədər vacib deyil. Yəni biz burada hansı hərəkətin baş verdiyini daha çox vurğulamaq istəyirik. Və bunun quruluşu necə olur? To be üstəgəlsin fe'lin üçüncü forması. Yəni burada am, is, are, was, were, will be, yəni bunlardan birindən olur və fe'lin üçüncü forması olur. Məsələn, deyirəm ki, the room was clean. Otaq təmizləndi. Burada nədir? Deməli, bu bizim mübtədamız yoxdur. Kim tərəfindən etdiyini bilmirik və yaxud da ki, bunu yəni əsas burada otağın təmizlənməsinə vurğulamaq istəyirik. Necə deyirik? The room was clean. Daha sonra isə biz deməli cümləmizi, yəni məlum növü necə məchul növə çeviririk? Birinci biz mübtədamızı atırıq. Məsələn, deyirəm ki, I cleaned the room. I mənim mübtədamdır. Mübtədamı atıram. Daha sonra isə mübtədanın yerinə tamamlıq keçir. Tamamlıq isə bizdə nədir? Kimi, kimə, nəyi, nəyə və s. tipli suallara cavab verən cümlə üzvüdür. Mən nə deyirəm? I cleaned the room. Mən otağı təmizlədim. Nəyi? Otağı. Deməli, the room əvvələ keçəcək. Daha sonra isə zamana və şəxsinə baxmalıyıq. Görürüm ki, cleaned nədir? Təmizlədim, keçmişdədir. Deməli, burada nədir? Keçmiş zaman olmalıdır. Ya was olur, ya were. Çünki nə lazımdır bizə? To be. Və görürüm ki, mübtədam the room təkdədir. Ona görə was olur və fe'lin üçüncü forması olur. Cleaned. Və deməli necə oldu? The room was clean. Əgər ki, mən burada əlavə etmək istəyirəm ki, bu hərəkət kimin tərəfindən icra olunub? Onda nə olur? Fe'lin, onda bu zaman fe'ldən sonra deməli, by söz örüntüsünü əlavə edirik və ondan sonra isə mübtədamızı yenidən əlavə edə bilərik. Deyirəm ki, the room was cleaned by me. Otaq təmizləndi mənim tərəfimdən. Bu şəkildə. Əgər ki, present simple-da, yəni indiki zamandadırsa, bu zaman am, is, are fe'lin üçüncü forması olur. I cleaned the room olur, the room is cleaned. Yəni otaq təmizlənir. Yəni bu hər zaman olan bir şeydir deməli. Past simple-da deyirəmsə keçmişdə, yəni təmizləndi mənasında. Deyirəm ki, the room was cleaned. Gəlir zamanda shall be, will be üstəgəlsin fe'lin üçüncü forması. The room will be cleaned. Otaq təmizlənəcək. Present perfect-də isə necə olur? Has been, have been üstəgəlsin fe'lin üçüncü forması. The room has been cleaned. Otaq təmizlənib deyirəm. Past perfect-də isə had been üstəgəlsin fe'lin üçüncü forması. Yəni the room had been cleaned. Otaq təmizlənmişdir. Bu şəkildə deyirik. Present continuous-da isə am, is, are üstəgəlsin being. Being çox vacibdir. Çünki bu nəyə göstərir burada? Zamanın davam etdiyini. Üstəgəlsin fe'lin üçüncü forması. Deyirəm ki, the room is being cleaned. Yəni otaq hal-hazırda təmizlənir. Past continuous-da isə necə olur? Was, were üstəgəlsin being üstəgəlsin fe'lin üçüncü forması. The room was being cleaned. Yəni otaq təmizlənirdi. Keçmişdə müəyyən müddət davam edir. Daha sonra isə baxırıq ki, cut, let, put, read, cause, hit, heard, shot və spread fe'lləri indiki zamanda və keçmiş zamanda eyni şəkildə olur. Yəni heç bir şəkilci qəbul etmir. Amma ki, burada keçmişlə gələcəyin nə fərqlidir? Əgər ki, indiki zamandadırsa sonunda s olur və yəni əgər indiki zamandadırsa məchul çevirəndə nədən istifadə edirik? Am, is, are üstəgəlsin fe'lin üçüncü forması. Yox, əgər fe'lin kökündə s yoxdursa, deməli nədir? Keçmişdədir. Bu zaman isə nə olur? Was, were üstəgəlsin fe'lin üçüncü forması. Və əgər ki, bizim fe'limizdən, xəbərimizdən sonra iki tamamlıq gəlirsə, biz o iki tamamlıqdan birini, yəni məchul növdə yəni istifadə etsək, yəni mübtəda kimi istifadə etsək, hər iki hal doğrudur. Məsələn, deyirəm ki, we gave her a nice flower. Biz ona gözəl gül verdik. Burada nədir? Mən burada şəxsi mübtəda edə bilərəm. She was given a nice flower. Ona gözəl gül verildi. Və yaxud da ki, deyirəm a nice flower. Yəni gözəl gülü mübtəda edirəm. A nice flower was given to her. Yəni gözəl gül ona verildi. Yəni hər iki halda doğrudur. Daha sonra isə make fe'li. Make fe'lini complex object-də, yəni görə bilərik ki, yəni mürəkkəb tamamlıqda özündən sonra gələn fe'ldə heç bir şəkilçi olmur, heç bir yəni qarşısına nəsə işlənmir. Məsələn, deyirəm ki, I make her study. Gördüyümüz kimi study'nin qarşısında heç bir to işlətmədiyim, ing işlətmədiyim şəkilçi olmadı. Amma bu məchul növdədirsə, burada deməli özündən sonra nə tələb edir? To.
Yəni she was made to repeat the story. Bu şəkildə deyirik. Daha sonra isə ən vacib olan məqamlardan biri nədir? Deməli, cümlənin məlum növü məchul növə çevrilə bilməməsi. Əgər ki, cümləmiz itdən başlayırsa, məsələn deyirəm ki, it's a good day, yəni yaxşı gündür. Mən bu cümləni necə məchul növə çevirə bilərəm? Yəni burada mənə nə lazımdır? Məchul növə çevirmək üçün biz deməli dedik ki, mübtədanı atırıq, yerinə tamamlıq gətiririk. Deməli bizə nə lazımdır? Mütləq ki, tamamlığımız olmalı. Tamamlıq yoxdursa, deməli cümlə məchul növə çevrilmir. Bizə nə lazımdır? Feil hərəkət bildirməlidir. Və bizim təsirsiz feillərimiz var. Məsələn deyirəm be. Bunu dəyişirəm. I am a student, I am a teacher. Mən müəlliməm. Mən bu cümlədə heç bir hərəkət yoxdur, heç bir tamamlıq yoxdur. Bunu necə məchul növə çevirim? Və yaxud da ki, happen. Deyirəm ki, something bad happened. Pis nəsə baş verdi. Burada tamamlığım yoxdur və mən bunu necə məchul növə çevirim? Deməli, burada iki ehtimal var. Ya bunları əzbərləmək lazımdır hər birini və yaxud da ki, cümləni düzgün tərcümə edərək, yəni orada baxmalıyıq ki, tamamlığımız varsa çevirə bilirik, yoxsa deməli çevirmək mümkün deyil. Daha sonra isə modalların deməli məchul növü necə olur? Modal üstə gəlsin be, üstə gəlsin deməli nə? Feilin üçüncü forması. The book must be taken. Yəni kitab götürülməlidir. Daha sonra isə deməli there is, there are məsələsini qeyd etdik. Daha sonra isə məchul növdə olan feillərin seçilməsi. Cümlənin sonunda sifət olmamalıdır və cümlənin sonunda müstəqil yerik əvəzliyi və yaxud da ki, digər əvəzliklər yəni işlənməməlidir. Yəni o halda ki, işlənə bilər ki, orada by olsun, yəni by söz önüsü. Ondan sonra biz işləyə bilərik. Amma digər hallarda artıq bu nədir? Səhvdir.